Azərbaycanda ilin futbolçusu kim olmalıdır? Adi sualdır, amma heç 5 nəfər tapa bilmədim ki, heç olmasa onların adlarını çəkim, siz də seçəsiz. Qarabağ klubundan Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev. Neftçidən Emin Mahmudov, Sabahdan Xəyal Əliyev. Görürsünüz 5-ci adam da boş qaldı. Başqa klublara baxanda heç adam da tapmaq olmur ki, Azərbaycanlı futbolçusu olsun və il boyu yadda qalsın. Əlbəttə ki, Bəhlulla Elvinin şansları çox yüksəkdir. Azərbaycan çempionları, Çempionlar Liqasında oyunlar, qələbələr, millidə də özlərini göstərdilər və açığın deyim seçmək çətin olur. Bəhlul yoxsa Elvin? Amma onlar üçün müəyyən qədər rəqabətdə Emin Mahmudov, çünki millidə məhsuldar rekordu vurdu və Sabahda öz futbolçularımız arasında ən yaxşı sayılan Xəyal Əliyev bu il çox artırıb. 5-ci də deyərdim ki, bəlkə də onlara biraz yanında rəqabət üçün ən populyar futbolçumuz Nəriman Axundzadə. Sadəcə olaraq top 5-liyi bağlamaq üçün. Seçim sizindir.